Hər bir müsəlman, eyni zamanda hər bir insan bilməlidir ki, Allah Teala onu əbəs yerə yaratmayıb, boş-boşuna yaranmayıb. Və hər bir müsəlman bilir ki, Allah Teala yaratdıqlarını da bir hikmət və bir qayə üçün yaradıb. Yaradılanların hamısı haqq olaraq yaradılıb, gerçək olaraq yaradılıb. Allah Teala yaratdıqlarını boş-boşuna, əyləncə olaraq, yəni bu şeylər üçün yaratmayıb. Əsla Allah Teala bu şeylərdən də uzaqdır. Allah Teala bu şeylərdən uzaq olması ilə bərabər həmçinin ucadır. Allah Subhanahu və Teala Qurani Kərimdə diqqət edin nə buyurur? Nəhl surəsində. Allah Teala buyurur ki: "Xalaqas semavati vel ardı bil haqqi." O Allah deyir, göyləri və yeri bir haqq olaraq, gerçək olaraq yaratmışdır. Taala amma yüşrikun. Ona o şərik qoşanların, Allaha ortaq qoşanların qoşduqları şəriklərdən uca Allah uzaqdır və ucadır. Və bu baxımdan əziz qardaşlar, hər bir insan bilməlidir ki, Allah Teala nəyi xəlq edib, nəyi yaradıb bir hikmət olaraq, bir gerçək olaraq yaratmışdır. Allah Teala Qurani Kərimdə buyurur. Allah Teala buyurur ki, biz göyləri, yeri və onların arasında olanları boşuna yaratmadıq. Fikir verin. Zəlikə zannullezine kəfəru. Bu kimlərin zənnidir? İnkar edənlərin, kafirlərin. O kafirlər ki, Allahın yaratdıqlarını boşuna sayırlar, dəyərsiz hesab edirlər. Vay olsun o inkar edənlərin cəhənnəm odundakı halına. Allah təhdid edir onları.